Həmişə bunun üçün işləyirsiniz. Bir dəfə vətənə də xidmət eləyin də. Tovuz hadisələri oldu. Bildiyiniz ən məşhur, adı olan, adı olmayan bütün müğənnilərə mən bunu yenə də göstərdim. Yenə də yox dedilər. Bu iki mahnı xatirələrdə qaldı. İndiyə kimi qarşıma çıxır, görürəm kommentlər yazılar. Kimə inanasan, sən bundan sonra. Mən 5-6 faciəvi hekayələr yazmışam. Onu çoxu bilmir. Kişi xasiyyətli insan necə olar, dindar necə olar, mərhəmətli insan necə olar. Onda elə xüsusiyyətlər görürdüm mən ki, tək mən yox, bütün mənim bacı qardaşlarıma o miras qoydu, o insanlığı. Məryəm Əlibəyli, musiqişünas, bəstəkar, vətəninə, xalqına bağlı bir vətəndaş. Anayam, yaxşı dost olmağı bacaranam. Soyadımı hər zaman deyirlər ki, Məryəm Əlibəyli, bu Əlibəyli xanımana Əlibəylinin və yaxud da Ənvər Əlibəylinin qohumusuz deyirəm yox. Əslində çoxları bilmir ki, mənim soyadım Əlibəyli deyil. Yəni kökümüzə qayıtsaq, mənim əsl soyadım Əlizadədir. Amma onun bir tarixçəsi var. Deməli, mənim ata-babam tacir olub və onun özünün böyük külfəti olub. 12 evladı olub. Tacir olub, dəyirmanı olub, at ilxısı, qoyun sürüsü və çox mərhəmətli bir insan olub və soyadı da Əlizadə olub. Və vaxtı ikən öz arabası ilə, öz atı ilə, arabası ilə İraqa gedib, həftələrlə yol gedib və oradan qaydanda Kəbləyə adını alıb, Kərbəliyağa deyirdilər ona və artıq inqilab dövrü baş verdikdə öz dəyirmanını satıb, qoyunlarını bağışlayıb, bütün varını yoxunu hamıya bağışlayıb, satıb, sovub, gəlib elə bir Keşlədə bir həyət evi alıb, başlayıb orada yaşamağa və soyadını dəyişməyə məcbur qalıb. Çünki o vaxt zadələrə çox pis baxırdılar. Axırıncı aşırımda Kəbləyə yadımıza gəlir də. Və babam həm də dindar insan olub və məcburən Əliyev, Oviyev şəkilçisini götürüb olub Əliyev. Ondan mənə mənəvi miraslar çox qalıb. Kişi xasiyyətli insan necə olar, dindar necə olar, mərhəmətli insan necə olar. Onda elə xüsusiyyətlər görürdüm mən ki, tək mən yox, bütün mənim bacı qardaşlarıma o miras qoydu, o insanlığı. Məsəl üçün, atam ona deyirdi ki, bizim dilimizdə ona baba deyirdi də. Baba, sən qəribə adamsan, buradan dindarsan, amma yolda oturan içki düşkününə sədəqə verirsən. O deyirdi, mən onu Allah üçün edirəm, onun üçün etmirəm. 90-cı illərdə artıq bu hadisələr baş verəndə atam dedi ki, gedək qaytaraq Əliyevi, eləyək Əlizadə öz familiyamıza və bizə dedilər ki, Əlizadə Fars mənşəlidir. Ona görə siz onu götürə bilməzsiniz. Ya Əlili, ya Əlibəyli. Məcburən Əlibəyli soyadını götürdük. Və niyə Fars mənşəli? Çünki deyilənə görə mənim ulu babamı ermənilər 20-ci əsrin əvvəllərində ermənilər öldürmüşlər, amma mənim həmin o babam İrandan, Təbrizdən gəlmiş xanlardan biri olub. Təəssüf ki, onun adını bilmirəm. İndi bizim bir qohumumuz vardı. O ağac çəkmişdi, şəcərəni yazırdı. İndi o insan həyatda yoxdur, ondan daha dəqiq öyrənərdim. Biz bir qapalı ailədə böyümüşük. Hər şeyə icazələrimiz çox deyildi. Keşlədə yaşasaq da, amma atamın biraz da qəribə düşüncələri vardı. Biz 4 uşağın 4-ü də şəhərdə oxumuşuq. Qardaşlarım 190 nömrəli məktəbdə, bacımla mən Bülbül adına ortaq ixtisas musiqi məktəbində. Mən onların hamısından balaca idim. 8, 7, 6 yaş fərqimiz var idi. Bacım da skripka üzrə mütəxəssis idi, yəni o şöbədə oxuyurdu və mənim yadıma gəlir ki, mənə hər zaman sual verdilər ki, sən necə oldun, yaradıcı insan oldun, ailəvi, baxmayaraq ki, bir qardaşım rəssamdır, digəri zərgərdir, incəsənətlə bağlıdır, amma ümumiyyətlə yaradıcılıqla daha çox mən məşğul olmuşam.
Və hamı deyirdi ilk mahnın nə vaxt yazılıb. Mən həmişə deyirdim ki, mən ilk mahnımdan əvvəl 12-11 yaşımda olanda, hardasa bu ərəfələrdə mən 5-6 faciəvi hekayələr yazmışam. Bunu çoxu bilmir. Bilmirəm o mövzular mənim ağlıma hardan gəlirdi. Daha sonra şeirlər yazmağa başlamışam, lirik şeirlər. Daha sonra isə mahnılar. Sual verəndə ki, necə olub da bax sən bu lirik şeirləri, bu faciəvi hekayələri yazmısan və yaxud da mahnıları. Mən oturub bir gün düşündüm, fikirləşdim ki, mən çox balaca idim və bacı qardaşlarım məndən böyük olduğuna görə mən onlara maraqlı deyildim də, belə deyək. İstər-istəməz mən özümə qapanmışdım. Özümə danışırdım, öz dünyamı qururdum. Nə bilim, axşam yatmazdan əvvəl çıxırdım ayla, ulduzlarla sağollaşırdım, danışırdım. Deyirdim, aparın məni yanınıza, oraları görüm, amma qaytarmaq şərti ilə. Belə uşaq dünyam var idi və bilmirəm, yəni mən elə gəlir ki, buradan irəli gələrək mən yaradıcılığa daha çox meyl göstərməyə başladım və Bülbüldə oxuyanda artıq mənim mahnılarımı sinif yoldaşlarım çalırdıq, oxuyurduq. Bizdə hər sinifdə orada fortepiano var idi. Amma çox qəribədir ki, mən məktəbi qutaranda anama deyirdim ki, mən konservatoriyaya getmək istəmirəm. Mən ya psixoloq olacağam, ya da kriminalistikaya marağım var idi. İndiki müasir dillə desək, çox böyük həvəslə profayler olardım. Anam dedi ki, yox, hansı profili oxumusan, orada daxil olacaqsan. Mən istəməyə konservatoriyaya 11 imtahan verdim, bir ay boyunca. Hər bir imtahana istəməyə gedirdim və qiymətlərim normal oldu. Axırda da qəbul olundum. Mən sənətimlə bağlı hansısa uğur qazandıqda, sevgi qazandıqda, nailiyyət qazandıqda və yaxud da hansısa yaxşı bir iş gördükdə və yaxud da o sənətimdən çörək pulu qazandıqda deyirəm ki, anamın mənə verdiyi sənətin çörəyini yeyirəm. Və artıq mənim bir məşhur mahnım yarandı. Konservatoriyanı qutaranda bu şəhidlərlə bağlı Ağlama Bakı idi. 90-cı ildə yazılmışdı. Azərin oxuyurdu, onun ifaçısı. Gülümsə üzümü Azərbaycanım. Bunu oxuyurdu Flora xanım Kərimova. Və Xocalı faciəsində o illərdə yazdım. Hoydu, dəllərim hoydu. Çox məşhur idi o dövrdə. Hamı o mahnının enerjisi ilə yaşayırdı. Çünki o mahnıda hərbi mahnılar bizə çox gərəkli idi. Elxan Əhədzadə oxuyurdu. Allah rəhmət eləsin. Və bu mövzular, bu həyatımızda bu baş verən bu hadisələr, bu Qarabağ savaşı, biz o meydanlara gedirdik, əlimizdə bayraqlar, bilirsiniz də o meydan dövrü var idi. Həmin dövrün çox böyük təsiri oldu ki, sonra mən bir silsilə hərbi mahnılar yazdım. Hansı ki, həmin müasir Azərbaycan üçün bu hərbi mahnıların çox gərəkli idi. Bax, sonra uzun illər sonra 2-ci Qarabağ müharibəsindən əvvəl, 7 il əvvəl yazdım. Azərin yenə də onu ifa elədi. Xarı Bülbül çox sevilən bir musiqidir. Bütün məktəblərdə, bütün konsertlərdə, bağçalarda bax bu mahnını quruluş verib ifa eləyirlər, oxuyurlar, rəqs qoyulur. Mən heç vaxtı maddiyyat dalınca qaçan insan olmamışam. Həmişə bir amalım olub. Nəsə maraqlı bir iş görüm, ondan yararlansın insanlar. Nəsə nəsə yaradım, cəmaət ondan sevinsin, cəlb eləsin onu. Fikrim ancaq bu olub. Yəni yararlı bir iş görüm. Ənəm qrupunun yaranmağının özü Başa Bəla qrupu yaranmışdı. ATV kanalı yaratmışdı onu. 4 qızdan ibarət idi. Sonra biz Ənəm qrupu 2 qız, 2 oğlandan ibarət, gənclərdən ibarət. Çünki ehtiyac var idi. Karvan qrupundan sonra qrup anlayışı ölmüşdü. Rast vardı, amma orada tək bir müğənni var idi də. O pop qrup dedikdə, bax biz
istədik ki, Karvandan sonra NM qrupunu yaradaq. Və NM çoxları elə bildi ki, Natiq Məryəm deməkdir, amma bizim əsas məqsədimiz normal musiqi. Yəni hər yaşda olan insan oturub bu mahnıya, onların ifa elədiyi mahnılara qulaq asa bilsin. Yəni rock musiqisi olsa onun öz tamaşaçısı, dinləyicisi var. Caz musiqisi olsa onun öz, amma pop musiqisini, normal musiqi yazaq ki, hər təbəqə və hər yaş həddi ona qulaq asa bilsin. NM qrupu yarandıqdan sonra artıq W Trio, Embraz qardaşlar, hərənin öz stilistikası var idi. Bizim işimiz nə idi? Pul qazanmaq yox, restoran toyu yox. Yalnız onlar üçün yeni mahnılar, ona maraqlı quruluşlar, maraqlı geyimlər, saç düzümləri və teatrallaşdırılma, səhnələşdirmə. Hansı ki, sonra Canbalada öz davamını gördü. Orada da 2 qız, 2 oğlan idi. Orada da hər mahnının özünün quruluşu var idi. Mahnıların mövzularına çox fikir verdi. Məsəl üçün, NM qrupu üçün bir disk mahnı yazdıq. Sevənlər və sevməyənlər üçün adlanırdı. Burada bir süjet xətti vardı, yenilik idi. Birinci mahnıdan axırıncı mahnıya qədər süjet xətti var idi. Görüşdülər, tanış oldular, ikinci mahnıda vuruldular, sonra qız darıxır, ona aid bir mahnı, o bir qız darıxır. Sonra yavaş-yavaş sevgiyə aid darıxıram, qucaq-qucaq. Darıxıram qucaq-qucaq, qəlbim göğsündən çıxacaq. Bir mahnılar vardı, kimə inanasan sən bundan sonra. Kimə inanasan sən bundan sonra. Sən demə bu sevgi acı kədərmi? Süjet xətti ilə gedirdi, tam bunlar ayrıldılar və sonra yenidən barışdılar. Konsert etsəydik, orada həmin o teatrallaşma görükəcəkdi. Amma biz onu həyata keçirdə bilmədik də. 2004-2005-ci ildə qrup artıq dağıldı və onun da müəyyən səbəbləri vardı ki, gənclər idilər, daha çox nələrsə istəyirdilər. Bir çox səbəblər var idi orada. Yəni bu səbəbdən qrup dağıldı. Amma indiyə kimi hər bir insan o 2 mahnını əzbər yadlarında saxlayıb, 4 ilin içində 2 hit yarandı. Halbuki o bu digər mahnıların hamısı da çox maraqlı, sevilən mahnılar idi, amma bu 2 mahnı xatirələrdə qaldı. İndiyə kimi qarşıma çıxır, görürəm, kommentlər yazırlar. O uşaqlar hardadır? Kimə inanasan oxuyanlar hardadır? Bax, maraqlı bir şey deyim sizə. Konsertdir. NM qrupu da çıxıb oxuyacaq. Mənim yadıma gəlir ki, biz onları sıraya düzdük ki, indi sizi elan eləyəcəklər, siz çıxacaqsınız, kimə inananı oxuyacaqsınız. Bu xatirəvi bir şeydir, ona görə istəyirəm danışım, yadigar da qalsın. Uşaqların birinin rənginə baxdım, gördüm, biri qaralıb, biri ağarıb, biri saralıb, biri bozarıb. Yəni o qədər həyəcanlıdılar. Orada doludur da, iynə atsan yer tapılmaz və elə ki dedilər, çıxış edir NM qrupu, bir gürültü qopdu oradan ki, bunlar bir-birlərinə baxırlar ki, bu nədir? Təsəvvür eləmirlər ki, az bir müddətdə bunlar bu qədər seviliblər də. Səhnəyə çıxanda onların Kimə inanasanın onun müəllifi mən idim, sözlərində, musiqisində ilk mahnılar idi. Belə bir hərəkət var idi. Belə eləyirdilər, belə eləyirdilər, belə eləyirdilər, belə eləyirdilər. Bütün zal onlarla bərabər o hərəkəti eləyirdilər. Mənə elə gəlir ki, NM qrupun özü az müddət fəaliyyət göstərsə də, Azərbaycan musiqisində sevilən, yadda qalan, iz buraxan bir qrup oldu. Hərdən deyirlər, yenə də belə bir qrup, deyirəm, indi o dövr deyil də. O dövrdə doğrudan da ABBA telekanalı təmənnasız onların klipini çəkib, təmənnasız gündə 3 dəfə, 4 dəfə efirə verirdi həmin mahnıları. Eyni zamanda Səni itirəndən, mənim yazdığım Azərin üçün, o məşhur Səni itirəndən, onu təmənnasız verirdilər. Xəyalə üçün bir klip çəkilmişdi. NM-in 2-ci klipi çəkildi. NM qrupu dağılandan sonra mən darıxırdım. Amma Xəyalə fəaliyyət göstərirdi də. Xəyalə artıq böyüyürdü, 16, 17, 18 yaşına çatmışdı. Mən darıxdığıma görə yenə də nəsə yaxşı bir iş görüm. Yenə də yaxşı bir iş görüm və Canbala qrupu
proyektini cizdim, başladı uşaqları axtarmağa. Söyle her gün atamlanan Cambala 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 can Sen benim şişkin babamsan Cambalanın adı ilə də maraqlı bir fakt var deyim sizə. Deməli, qrup yaranıb, müsabiqədən keçib 4 uşaq var. Bunların üçün ilk mahnı yazılmalıdır. Amma qrupa həm də ad qoymaq istəyirəm. Tapa bilmirəm hələ, istədiyim bir adı tapa bilmirəm və televizorda podium, mən həmişə modaya baxan, müsabiqələrə baxan, fəşnə baxan bir insan olmuşam. Gördüm orada bir musiqi gedir podiumda, xarici bir musiqidir. Amma oradan bir söz var idi. Mən dan balan deyirdilər, nə deyirdilər bilmirəm. O mahnı məncə o sözü mən Cambala sözünə oxşatdım. Dedim, ha Cambala. Amma o başqa sözdür. Mən sadəcə oxşatdım. Və gəldim. Piano arxasına keçdim, fortepianın arxasına keçdim. Elə həmən dəqiqədə sözlər, paralel musiqi sözlər və mən o mahnını yazdım. Çox qısa bir müddətdə yazıldı. O mahnını yazdım və valideynləri onu göstərəndə reaksiyalarını gözləyirdim ki, görüm birinci bənd keçdi. Nəqarət səslənəndə bunlar oradan bir frazanı yadlarında saxlayacaqlarsa, deməli bu xit mahnıdır. Xit mahnı dövrü 50 dəfə efirə getsin, 100 dəfə getsin, qulağımıza girsin, sonra desin ki, xit yox. Xit mahnını birinci dəfə qulaq asanda, oradan hansısa bir element sənin yadında qalsa, melodiya, fraza, söz, o zaman o xit mahnıdır. Elə də oldu. Valideynlər nəqarəti eşidəndən sonra artıq mahnının bəzi frazalarını oxumağa başladılar. Qoşulub oxuyurdular. Dedim, həbsə mahnı tutdu. Ondan sonra Noğullar qrupu yarandı. Ondan sonra elə bir ki, yaradıcılığımın böyük səsi, bəli, bu etapdan sonra başladım uşaqlara həsr eləməyə. Çünki o sahədə boşluq var idi. Oqtay Zülfüqarovdan sonra heç kim uşaqları yada salmırdı. Siz bizim bəstəkarları götürsəz, Bəstəkarlar İttifaqındakı bəstəkarlarımız nümunə olaraq yazırlar. Amma ortalığa çıxmağa, uşaqların dilinə düşmək üçün, əzbər olmaq üçün, necə ki, kukla, cücələrin filan o mahnılardan sonra bu dövr üçün 2000-ci ildən bura yəni yox idi. Oqtay mənim yaşlanmışdı. Yenə də deyirəm, var yazılanlar, amma nümunə olaraq ortalıqda məşhurlaşan, sevilən, necə ki, məsəl üçün, mən Cambaladan sonra Anacanı yazdım, Uşaqların şəhərini yazdım, Kamran İsrafilovu tanıyırsınız da, Allah rəhmət eləsin. Onun Uşaqların şəhəri verilişi üçün o mahnını yazdım. Bir silsilə mahnılar var ki, indiyə kimi bağçalar, zəng eləyirlər müəllimlər, musiqi məktəbinin müəllimləri, orta məktəbin müəllimləri, əyləncə mərkəzləri məndən o mahnıları istəyirlər və öz repertuarlarına salırlar. Özlərinin bütün bayramlarını o mahnılarla keçirdirlər. Hamının dövründə bir partlayış dövrü olur, sonra sakitlik gedir. Və əslində bu yaxşı bir şey deyil. Mən düşünmürəm. Hardasa yaxşıdır, hardasa yaxşıdır. Yaradıcı insan gərək bəli, yaxşı işlər görsün, sonra biraz sakitləşsin, enerji toplasın yerində. Amma elə yaradıcı insanlar var ki, ümumiyyətlə aradan çıxırlar. Rasim Balayevlə bir dəfə söhbət eləyirdim. Belə bir fikirdə dedim ki, Rasim müəllim, hansı janrda çəkilmək istəyərdiniz? Mənə maraqlıdır. Dedi ki, elə istəyirəm, ləzzətli bir komediya olsun. Onu elə oynayaram onu. Çünki bu insanın daxilində böyük bir yumor hissi vardı ki, heç bir kinoda o lazım qədər açılmadı. Bizim o qədər aktyorlarımız var ki, mən çox heyfslənirəm ki, bundan niyə istifadə eləmirlər? Bunda bir potensial var. Bu nə qədər gərək? Bizdə Hollywood ulduzlarına bərabər aktyorlarımız var ki, onlardan istifadə eləmirlər. Mənə elə gəlir ki, arada adam istəyir ki, səni də axtarıb tapsınlar. Arada bir film musiqisi işləyirdim, bir teatr musiqisi işləyirdim. Amma məsəl üçün uzun illərdir ki, Ələkbər əmi kukla teatrında elə deyirdi ki, səninlə bir iş görmək istəyirəm. Elə istəyirəm bir yerdə bir iş görəm. Məsələn, Məryəm Əlibəyli kukla teatrının himnini yazıb. Amma Məryəm Əlibəyli yaradıcılığın 70%-ni uşaqlara həsr edib. Hələ kukla teatrı üçün bir tamaşa yazmamışam mən.
İndi bu məndən asılı olan səbəblər deyil də. Yəni müraciət eləsələr çox gözəl bir işlər görə bilərik. İnşallah ki, nə zamansa əslində bu vaxtaşırı bu fikirlər olub. Və yaxud da uşaq Eurovisionundan danışaq. Mütəxəssisəm də mən hər il böyüklərin Eurovisionunda da, uşaqların Eurovisionunda da bilirəm ki, beşliyə kimlər, hansı ölkələr düşəcək. Əgər hər şey düz getsə. Elə də olur. Məsəl üçün Azərbaycan birinci yeri tutanda Eurovisionda mən hələ məşq prosesinə baxmışdım və digər ölkələrin heç birini görməmişdim. Azərbaycanın məşq prosesini görəndə mən yaxın bir adamıma mesaj göndərdim. O Türkiyədə idi. Dedim ki, sən bilirsən, böyük ehtimalla bu il biz birinci yeri tutacağıq. Elə də oldu. Ondan sonra hər zaman beşliyə düşəndə də bilmişəm. Yəni bax uşaq Eurovisionuna ən azı bir mütəxəssis kimi gəlib axtara bilərlər, deyə bilərlər ki, Məryəm, sən potensialından istifadə eləyək də uşaqlarla necə işləyək, nə yazaq onlar üçün, neynəyək onlar üçün, nə mövzu verək. Canla başdan kömək eləyərəm. Bax bütün bu şeylər, istədiyin nələrsə var, onların hamısını həyata keçirə bilmirsən. Canbala qrupu vaxtında bir təkan versəydilər, Eurovisiona göndərsəydilər, çoxdan gürcülərdən də, ermənilərdən də birinciyə biz tutacaqdıq. Halbuki onlar neçə dəfə birinci yeri tutublar, gürcülər 2-3 dəfə birinci yeri tutublar. Biz onlardan hər birinə, əgər biraz kömək eləsəydilər ki, bunlar aparatura ilə məşq eləsinlər, nəfəs problemləri, bunların hamısına bizə biraz dayaq olsaydılar, biz çoxdan gedib birinci yeri tuta bilərdik. Mənim xasiyyətimdə belə hansısa yolları tapım, harasa müraciət eləyim, buranı gedim, ora gedim, bu festivala göndərsinlər, burada uşaqlardan pul yığım, bu festivala gedim. Məndə bu şeylər yoxdur. Mən yaradıcı insanam və bacarığım var. Allah mənə istedad verib və bunu uzun illərdir ortalığa qoyuruq. Günlərin bir günündə Belarusiyadan mənə zəng gəlir. Deyirlər ki, bala Türk Vision olacaq. Neçə ilin söhbətidir? 13 ilin söhbətidir. Biz istəyərdik ki, bizə bir dənə kömək eləyəsiniz. Bir nəfər uşaq olsun ki, Belarusiyanı təmsil eləsin. Azərbaycandan bir uşaq qatılsın, bizi təmsil eləsin. Azərbaycanca oxumaq lazımdır. Mən dedim, nə qədər vaxt var? Dedilər, 1 həftə. Dedim, siz nə danışırsınız? 1 həftəyə müsabiqəyə adamı necə hazırlaya bilmək olar? Heç bunun geyimi var, repertuar var. Bir dənə onlara təklif elədim ki, mənim oğlum Noğullar qrupunda oxuyur, 10 yaşı var. Mən evin içində bu qısa müddətdə səhər, günorta, axşam bununla məşğul olub hazırlaya bilərəm. Elə də oldu, biz getdik. Amma oranın diplomatı oldu, çox gözəl qarşılandı. Ən maraqlı performans onda idi. Saç düzümündən, geyimindən tutmuş, uşaqlara aid mahnısından tutmuş. Amma mənim çox ürəyim ağrıyırdı ki, mən niyə Azərbaycanı təmsil eləmirəm? Niyə? Belə, bir maraqlı fakt da sizə deyim uşaqlarla bağlı. İkinci Qarabağ müharibəsindən əvvəl, deməli, fevral ayı idi. Mən oturdum, fikirləşdim ki, Məryəm, sən şəhidlərimiz üçün yazmısan, Xocalı üçün yazmısan, Azərbaycanın o təkləndiyi dövrdə Azərbaycanın bizdən küstüyü bir dövr var idi ki, Gülümsə üzümə Azərbaycan deyib yazdın, Xəyalət oxudu onu, Flora xanım da oxudu. Gəl bir dənə də əsgərlər üçün bir şey yaz. Özümə danışıram. Gəl bir dənə də əsgərlər üçün bir iş gör. Çünki bizi qoruyan onlardır. Onlar da bilsinlər ki, onlar üçün oxuyan var. Özüm üçün danışıram və oturdum, belə bir mahnını yazdım. Mərhəmət Mehdiyev adında bir Facebook dostum vardı. Çox maraqlı şeirlər yazırdı. Ona ideyanı dedim. Əskər həyatından, 4 fəsil onların səngərdə olmağından, əskərdən qaydanda onu gözləyən bir qızın olmağından, düşmənə zərbə vurmağından, bütün bunlar olsun da bütün istəklərimi dedim, yazdı, çox gözəl bir şeir yarandı və mən bu şeiri, bu mahnını bir çox məşhur müğənnilərimizə təqdim elədim. Hələ ideyasını dedim, hamısı da yo, bizə lazım deyil, restoran, show, biznes, toy, nə. Qaldım məətər.
Həmişə bunun üçün işləyirsiniz. Bir dəfə vətənə də xidmət eləyin də. Sonra Tovuz hadisələri oldu. Yenə də bildiyiniz ən məşhur adı olan, adı olmayan, dəbdə olan bütün müğənnilərə mən bunu yenə də göstərdim. Yenə də yox dedilər. Sentyabrın 27-si gələndə həmin müğənnilər hamısı qaçaqonla gedib bir mahnı tapdılar, oxudular. Mən o mahnını saxladım və nə etdim? 2 il keçdi. Mən indiki və köhnə tələbələrimdən, mən uşaqların hamısına tələbə deyirəm, şagird demirəm. 30 nəfəri yığdım. Onlara hərbi geyim geyindirdim. Onlara Azərbaycan əskəri necə addımlayır onu öyrətdim və bu mahnını öyrətdim. 1-2 ay biz hazırlaşdıq. Çox maraqlı bir klip çəkdik. Uşaqlar öz sevgilərini əskərlərimizə göstərirdilər. Və əskərlərimiz də bildilər ki, uşaqlar da onları unutmayıblar. Və eyni zamanda mənim oğlum əskəriyə getmişdi. O bu mahnını, hələ bu klip çəkilməmişdi. O bu mahnını orada bütün özlərinin tağımına, nə bilim, hər səhər addımlayanda bu mahnını onlar oxuyurdu. Bütün əskərlər də qoşulub canlı-canlı o mahnını oxuyurdular. Yurdun keşiyində dayanan əskər, vətənin əskəri, mənim əskərim. Uşaqlar bu mahnını oxudular. Və sonra mən dedim ki, yaxşı ki, elə uşaqlar oxuyublar bu mahnını. Hamısının içində o vətən eşqini oyada bilirsən, əskər olan məhəbbəti oyada bilirsən, vicdanın təmizlənir ki, əskər bilir ki, sən onu unutmamısan, onun üçün də belə bir mahnı yazmısan. Yəni, yenə də Məryəm öz amplasındadır da, yəni, nəsə maraqlı bir iş görüm. Azərbaycan teatrına, Azərbaycan kinosuna olan marağım həmişə olub. Vaxtaşırı da bir iş görmüşəm. Daha çox iş görə bilərəm, daha yaxşı işləri görə bilərəm. Ən son nümunə bu yaxında oldu. Akinak filmi. İndi hazırda bütün kinoteatrlarda o film göstərilir. Uşaq mövzusunda olan bir film olsa da başdan ayağa elə böyüklərin baxıb hansısa bir öyüd nəsihət götürəcəyi bir filmdir. Elxan Cəfərov çəkib. Mənə bu filmi belə deyək də etimad göstərən, təklif edən Günay Rəhimova oldu. Çox qısa bir müddətim var idi ki, bu filmin musiqisi çox koloritli bir film idi. Bizim eradan əvvəl 8-ci əsrdən gedir söhbət. Oradakı musiqi də bir başqa olmalı idi. Hərbi mövzu var idi, vətənpərvərlik, dostluq mövzusu vardı içində, cəngavərlik mövzusu var idi. Təsəvvür eləyin ki, qədim musiqi alətlərimiz olan bərbətdən, qopuzdan istifadə olunub, çəganədən istifadə olunub. Bu filmin içində yallı mövzusu var idi. Yeni bir yallı yazmışdım. Soundtrack'i var idi, hansı ki sazdan, zurnalardan, tütəydən istifadə edən çox maraqlı bir film idi. Mən düşünürəm ki, belə deyək də, Nəsimi, Dədə Qorqud, Babək, Sizi dünyalar qədər sevirdim, Həz Aslanov, Dolu filmi, Qarabağ mövzusunda, Yarımçıq xatirələr. Bu filmlərdən sonra, hansı ki bu filmlərin bəstəkarları kimlər idi? Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu. Dahilərdən sonra mənim bu kinoya pis musiqi yazmaq ixtiyarım yox idi. Elə düşünürəm ki, yaradıcı insan nə özünə qapanmamalıdır, nə yaddan çıxmamalıdır. Əcnəbi musiqilərə qulaq asaq, dincələk, istirahət eləyək, sevək, əzbərləyək, amma öz musiqimizdən çoxlu nümunələr qoymalıyıq və onlar çatdırılmalıdır. Bizim yazmağımızla deyil ki, çatdırılmalıdır.